Salam əziz altıncılar, bugün sizə 6-cı sinif ümumi tarixdən şahmatın vətəni mövzusunu izah edəcəm. Artıq dərsin adından bildiniz ki, söhbət Hindistandan gedir. Çünki şahmat Hindistanda kəşf olunub. Kitabı açmamışdan, dərsi vərəqləməmişdən qabaq, burada olan açar sözlərə baxın. Arilər, Harappa, Mohenjo-daro, Racə, Kasta, Veda. Demək, dərsin içində olan mühüm məqamlar bu sözlər olacaq. Keçək dərsin izahına. Asiyanın cənubunda çox böyük ölkə Hindistan yerləşir. Bu ölkə Hindistan yarımadasını və Asiya qitəsinin bu yarımadaya qovuşan hissəsini əhatə edir. Dünyanın ən hündür və həmişə qarla örtülü Himalay sıra dağları Hindistanı başqa ölkələrdən ayırır. Baxın, mütləq bu mövzuda, bu abzasın yanında yerləşən xəritəyə mütləq baxın. Himalay dağları ölkəni soyuq şimal küləklərindən qoruduğuna görə Hindistanda hava hətta qışda da isti olur. Yarımadanın qərb hissəsindən Hind çayı, şərqindən isə Qanq çayı axır. Baxın, tez gəlirsiniz, burada işarələyirsiniz. Himalay dağlarından axmağa başlayan bu iki çay dağlarda qar əriyən zaman böyük daşqın əmələ gətirir. Yenə də biz öyrəndik ki, mədəniyyətlər, sivilizasiyalar bir çayın ətrafında formalaşır. Necə ki, Misir mədəniyyəti Nilin, Şumer mədəniyyəti Dəcə və Fərat, Çin mədəniyyəti Xuanxə-Yansızı, Hunlar Orxon və Selenqa çayları arasında yaşayırdılar. Burada da biz görürük ki, Hind və Qanq çayları var. Hindistanın ən qədim şəhərləri. Arxeoloqlar Hind çayı vadisində eramızdan əvvəl 3-cü minillikdə salınmış şəhərin xarabalıqlarını aşkara çıxartmışdılar. Bunlardan ən böyüyü Mohenjo-daro və Harappa şəhərləridir. Harappada içərisi çox gözəl bəzənmiş 2 və 3 mərtəbəli evlər, taxıl saxlanılan böyük ambar, yoxsul komaları, sənətkar emalatxanaları olmuşdu. Şəhər əhalisi tunc və qızıl emal edirdi. Harappalıların öz yazıları da olmuşdu. Ancaq onların yazısının sirri hələ də açılmamışdı. Mohenjo-daroda əhalini içməli su ilə təchiz edən su kəməri, kanalizasiya sistemi olmuşdu. Kanalizasiya sisteminin olması əslində özü də böyük bir mədəni yenilikdir. Fikir verirsinizsə, eramızdan əvvəl 3-cü minillikdə dünya xalqlarının əksəriyyəti ibtidai icma quruluşunda yaşayırdı, qəbilə formasında yaşayırdı. Amma bu Hind mədəniyyətlərinə baxanda biz nələr görürük? 2-3 mərtəbəli evlər, ambarlar, sənətkar emalatxanaları və s. Eramızdan əvvəl 2-ci minillikdə əhali naməlum səbəblərdən şəhəri tərk edib getmişdi. Yəni, elmə məlum deyil ki, bu mədəniyyət niyə məhv olub, əhali buranı niyə tərk eləyib. Məsələn, biz deyirik ki, Yunanistanda Krit mədəniyyəti var idi. Burada adada vulkan püskürüb və mədəniyyət məhv olub. Amma bu mədəniyyətin məhv olma səbəbi hələ də elmə məlum deyil. Eramızdan əvvəl 2-ci minillikdə köçəri Ari tayfaları şimal-qərb tərəfdən Hindistana hərəkət etdilər. Ari tayfalarına racələr başçılıq eləyirdi. Baxın, demək burada tayfa başçıları nə adlanırdı? Racələr. Bu Ari tayfaları sizcə ancaq Hindistana gəlmişdilər? Xeyr. Biz Əhəmənilər dərsində də keçmişdik ki, Şərqi Avropadan köç etməyə başlayan Ari tayfalarının bir qismi indiki İrana, bir qismi isə Hindistana olmuşdu. Hətta Arilər yerli əhali ilə qarışaraq oturaq həyata keçmiş, əkinçiliklə məşğul olmuş və qonşuluq icması halında yaşamışdılar. Yəni, əslində Arilər Hindistana heç bir ziyan törətməmiş, əksinə yerli əhali ilə qaynayıb qarışmışdılar. Hətta belə bir rəvayət var ki, Arilər Hindistana gələndə hindlilər onları qəbul eləməyib və Hind ağsaqqalları bir su dolusu stəkanı onların qabağına qoyurlar ki, Hindistan bu vəziyyətdədir, Hindistanda əhali çoxdur,
Siz də gəlsəz, biz aşıb daşacağıq. Amma mədəni cəhətdən inkişaf etmiş həmən o əri tayfaları həmən suyun içinə bir qənd atır və deyirlər ki, biz Hindistana heç bir təhlükə törətməyəcəyik. Əksinə onu daha da şirinləşdirəcəyik. Belə bir rəvayət də var, haçansa oxumuşdum. Eramızdan əvvəl 11-ci yüzillikdə Hindlilər dəmir emal etməyi öyrəndilər. Dəmir alətlərlə qanqın ətrafındakı cəngəllikləri təmizləyən hindlilər əkin sahələri üçün şərait yaratdılar. Burada əkinçiliklə yanaşı maldarlıq və sənətkarlıq da sürətlə inkişaf etməyə başladı. İndi keçək dövlətin yaranmasına. Yəni bu hissədən biz nəyi öyrəndik? Eramızdan əvvəl 2-ci minillikdə arilər gəlib məskunlaşdı. Tayfa başçıları raci adlanırdı. Hindlilər eramızdan əvvəl 11-ci əsrdə dəmir emal etməyi öyrəndilər. Hansı ki, Çinlilər nə vaxt dəmir emal etməyi öyrənmişdilər? Eramızdan əvvəl 6-cı əsrdə. Demək, hindlilər dəmir emal etməyi Çinlilərdən daha tez öyrəniblər. Aha, Hind xalqının əməyinin bəhrəsini racələr və başqa adlı sanlı adamlar mənimseyirdilər. Onlar yığılan məhsulun və heyvan balalarının bir hissəsini qonşu icmaların əlindən alırdılar. Racələr əvvəlcə başçı seçilir, tədricən padşaha çevrilirdilər və hakimiyyəti miras kimi öz uşaqlarına ötürürdülər. Beləliklə, eramızdan əvvəl 1-ci minillikdə Hindistanda padşah hakimiyyəti, qoşunu, keşikçiləri, məmurları olan dövlətlər meydana gəldi. Amma vahid dövlət yox idi hələ ki. Vahid dövlətin olmaması ölkənin müdafiəsini çətinləşdirirdi. Eramızdan əvvəl 6-cı əsrdə Hindistanın şimal-qərbi Əhəməni dövlətinin tabeliyinə keçdi. Amma Əhəməni dövlətinə kimlər son qoyub? Makedoniyalı İskəndər. Xatırlayaq, hansı döyüşdə? Qavqamela döyüşündə. İskəndər eramızdan əvvəl 327-ci ildə Hindistana yürüş etdi. O, Hind çayına qədər Hindistan torpaqlarını ələ keçirtdi. Yəni, İskəndər Hindistanı tam tabe eləyə bilməyib. Yalnız Hindistanın müəyyən hissələrini. İskəndərin ölümündən sonra Hindistanda da Yunan-Makedoniya işğalına qarşı mübarizə başladı. Bu mübarizədə Maurya sülaləsindən olan hökmdarlar fərqlənirdi. Baxın, bunu qeyd eləyək. Demək, bu summativdə bir sual kimi ola bilər. Bu sülalənin ən qüdrətli padşahı Ashoka eramızdan əvvəl 3-cü yüzilliyin ikinci yarısında Hindistanı vahid dövlətdə birləşdirə bildi. Hansı sülalə? Maurya. Mauryadan kim Hindistanı vahid dövlətdə birləşdirdi? Ashoka. Siz ümumiyyətlə insanların təbəqələrə bölünməsinə necə baxırsınız? Kasta quruluşunda əslində insanlar təbəqələrə bölünürdü. Kasta quruluşuna baxanda biz bərabərsizlik görürük. Hindlilər arasında bərabərsizliyin meydana gəlməsi onların dinində də əks olunmuşdu. Hindistanda dünyanın və insanların yaradıcısı tanrı Brahma hesab olunurdu. Buna görə də Hind kahinlərinə Brahman deyirdilər. Brahmanlar öyrədirdilər ki, güya tanrının özü insanları kastalara bölüb. Kasta nədir? Dəyişməyən, irsi hüququ və vəzifələri olan insan qrupu. Nəyə görə dəyişməyən deyirik? Baxın, burada biz 4 təbəqə görürük. Birinci təbəqəyə kahinlər, yəni brahmanlar, ikinciyə döyüşçülər, üçüncüyə tacir, sənətkar, kəndli, dördüncüyə isə qullar, yəni şudralara aid idi. Əgər sən dünyaya şudra kimi, yəni nökər kimi gəlmişdinsə, ömrünün axırına qədər sən şudra olacaqdın. Yəni, kasta quruluşunun olduğu bir dövrdə insanlar gələcəyə ümid bəsləyə bilməzdilər. Hətta sən əgər şudrasansa, demək sənin övladın da şudra olacaq. Demək, Hindistanda baş tanrı oldu Brahma, kahinlər oldu Brahmanlar. Aşağıdakı 3 təbəqə yuxarıdakı təbəqəni belə deyək də saxlamağa yönəlmişdi. Onlar hamısı onları qoruyurdu, onlar üçün işləyirdilər və s.
Hətta brahmanlar xalqı aldadaraq deyirdilər ki, əgər sən bu dünyada yaxşı nökər olsan, şudra kimi yaxşı vəzifələri icra eləsən, o biri dünyada bir pillə yüksələ bilərsən. Kasta quruluşu Hindistanın inkişafını zəiflədirdi. Bu quruluş insanları təbəqələrə bölürdü. Keçək Hindistan mədəniyyətinə. Memarlıq. Hindistanda tikilən yüksək sütunlar Hindistan padşahlığının qüdrətini göstərən abidələrdir. Hər sütun bütöv daş parçasından yonulmuşdu. Bu daş parçalarının birinin üstündə 4 aslan heykəli var. Bu aslanlar keşikçi kimi Hindistanı 4 bir tərəfdən qoruyurdu. Sanki sərhədlərini qoruyan aslanlar düzəltmişdilər. Eramızdan əvvəl 1-ci yüzillikdə daşdan yonulan darvaza çox gözəl incəsənət abidəsidir. Heykəltaraşlar bu darvazanı naxışlarla bənzəmiş, Hindistanın zəngin bitki və heyvanlarını, əfsanəvi qəhrəmanlarını, əhalinin gündəlik həyatını hətta bu darvazalarda əks etdirmişdilər. Bu darvazanın şəkli kitabda yoxdur, amma sizə məsləhət görüm ki, dərsi oxuyanda əgər o hissə sizin üçün qaranlıq qalırsa, tez internetdə yazın, darvazanın şəklini axtarın, tapın. Mən sizin üçün burada axtarmışam. Həmən daşdan yonulmuş darvaza bu şəkildə qeyd olunub. Bayaq dedik, hətta bu darvazada heyvanlar, bitkilər, Hindistanın əfsanəvi qəhrəmanları, gündəlik həyatı da əks olunub. Yazı və elm. Hindlilər qurudulmuş palma yarpaqlarında yazı yazırdılar. Onlar riyaziyyat elminə 0 rəqəmini gətirmişdilər. Bununla onlar indi demək olar ki, bütün dünyanın istifadə etdiyi sadə və çox rahat 10 rəqəmli hesabı ixtira etdilər. Onlar riyaziyyat sahəsində kvadrat və kub köklərini çıxarda bilirdilər. Qədim hindlilər yer kürəsini şar şəklində təsvir edirdilər. Biz tutaq ki, deyirik, indi dünya dairədir, amma qədim dövrdə müxtəlif xalqlar versiyalarda müxtəlif idi. Məsələn, bəzi xalqlar deyirdilər ki, yer trapesiya formasındadır, bəziləri deyirdi düzbucaqlı formasındadır, amma hindlilər yeri şar şəklində təsəvvür edirdilər. Onlar kvadratın, kubun köklərini çıxarda bilirdilər. Bunu da unutmayın. Hindistan şahmat oyununun vətənidir. Sümükdən düzəldilən şahmat fiqurları qədimdəki Hind qoşununu təsvir edir. Hindistanda şahmat oyununu 4 növ qoşun adlandırırdılar. Yəqin ki, aranızda şahmat oynayanlar var. Elə onlar özləri də bilirlər ki, əslində bu taxtanın üzərində oynanılan oyun kiçik bir müharibəni təsvir eləyir. Hər iki ordunun nümayəndələri şahı, yəni öz dövlət başçılarını qoruyurlar. Hind müdriklərindən biri bu oyuna qanlı müharibələrin qarşısını almaq üçün icad ediblər. Onlar deyirdilər ki, döyüş əməliyyatları adi taxta üzərində aparılsın və qələbədə insanın ən güclü silahı onun ağlı olsun. Ağılla qazansın. Niyə qan tökülsün? İstəyirsiniz buranı keçə bilərsiniz. Bu ümumiyyətlə şahmatla bağlı sizin üçün hazırladığım məlumatlardır. Bu döyüş meydanında bir-birinə qarşı ağ və qara fiqurların orduları düzülür. Hər qoşunun tərkibinə 16 döyüşçü daxildir. Bunlar şah, vəzir, 2 top, 2 fil, 2 at və 8 piyadadır. Döyüş meydanının künclərinə toplar, yanına atlar, fillər düzülür. Şah və vəzir fiqurların tən ortasında qərar tutur. Ağ vəzir ağ xanada, qara vəzir isə qaradamada mövqe tutur. Bu fiqurların qabağında isə bütün cərgə boyu piyadalar düzülür. Oyuna ilk olaraq ağ fiqurlar başlayır. Qaralar cavab gedişi gedirlər. Vəzir ən güclü fiqur hesab olunur. Ondan sonraki ən güclü fiqur topdur. Fil və at mövqeyindən asılı olaraq təxminən bərabər gücə malikdirlər. Şahmatda ən zəif fiqur piyadadır. Digər fiqurlar həm irəliyə, həm də geriyə hərəkət edə bildikləri halda piyada yalnız irəli gedə bilər. Özü də yalnız bir xana. Amma əgər piyada
düşmən mövqeyinin son xanasına qədər gedib çıxırsa, şahdan başqa istənilən fiqura çevrilə bilər. Bu döyüşdə əsas fiqur əlbəttə ki, şahdır. Buna görə də təbəələri onu daim qorumalı və təhlükəsizliyini nəzarət altında saxlamalıdırlar. Əgər şah ya qoruna bilmirsə, ya qaça bilmirsə, oyun bitmiş sayılır, uduzulmuş sayılır. Necə deyərlər? Şah və mat. Hindistanda dövlətin formalaşdığı dövrdə Hinduizm dini yaranmışdı. Hinduizm Buddizmdən daha qədimdir. Hinduizmin ən müqəddəs qanunlar toplusu Veda adlanır. Veda yazılarında varlılar və kasıblar haqqında danışılır. Hindistan Buddizmin vətənidir. Eramızdan əvvəl 6-cı yüzillikdə yaranan bu dinin banisi Gautamadır. Həqiqəti dərk etmə yollarını axtaran Gautamanı sonralar ardıcılları Budda, yəni bilici, həqiqətlə işıqlanmış, nurlanmış adlandırırdılar. İnsanları eyni hüquqlu sayan Buddizm kastalara qarşı çıxırdı. Bu təlimə görə hər bir dindar yüksək məqsədə ancaq şəxsi səyi nəticəsində çata bilərdi. Buddaya görə insanı xoşbəxtliyə aparan düz yol ləzzətlə əzab-əziyyət arasındakı orta yoldur. Bunu 8 yolla əldə etmək mümkündür. Bu 8 yol həyatın 8 böyük qanununu öyrədir. Bu qanunlardan bəziləri bunlardır. Düzgün baxış. Düzgünlük və həqiqət insanın əsl bələdçisi olmalıdır. Yəni, bütün işlərimizi görərkən biz düzgünlüklə irəliləməliyik. Düzgün düşüncə. İnsan həmişə sakit və xoş xasiyyətli olmalıdır. Heç bir canlıya zərər verməməlidir. Düzgün söz. İnsan heç vaxt yalan danışmamalı, nitqində kobud sözlərdən istifadə etməməlidir. Düzgün çalışmaq. İnsan həmişə yaxşılıq etməli və bütün pis əməllərdən uzaqlaşmalıdır. Burada video çox uzun olmasın deyə Buddizmin necə yaranmağı ilə bağlı məlumatı sizə ötürə bilmədim. Əgər siz bu əfsanə ilə tanışsınızsa, rəylərdə yaza bilərsiniz. Ümid edirəm ki, dərs sizin üçün yararlı oldu. Təklifləriniz varsa yaza bilərsiniz. Kanala abunə olsanız çox yaxşı olar. Dərsləri yoldaşlarınızla paylaşsanız, onlar da dərsi tam öyrənmiş olarlar. Növbəti dərslərdə görüşərik.